İndi gəldik bədənə. İkisi bəs eləmir də, gərək. Üçüncü səviyyə var. Hamısı Biz tam 3 səviyyədəyik üçüncü yaxı. səviyyə. Bədən, zehin, ruh. Ruhu əldə elədik, zehni əldə elədik. İndi qaldı bədən. Bədəndə bizim bədənimizdəki hücrələrin yaddaşı var. Hər bir hüceyrə yaşadığımız bütün situasiyaları və hadisələri qayd edir, yaddaşa vurur. Və həmin anda o reaksiyanı təkrarlayırıq. Hüceyrədən əlavə bizim əzələmizin yaddaşı vardır. Misal, mən əvvəllər uşaqlıqdan idman edən biri olmuşam. İndi mən 10 gün idmana gedim, o dəqiqə əzələm yerinə oturur, konusu. Çünki əzələ yaddaşıma qeyd olunub. Bədən yaddaşında. Bəli, hücrəsəl yaddaş, əzələ yaddaşı bütün xoş hadisələrlə bərabər negativ hadisələri də özündə tutur. Misal, bunu özümüzdən necə çıxara bilərik? İsti su ilə çıxır. Bəli. İsti su nə edir? Bədəndəki toksinləri atır. Məsələn, səhərlər deyirlər, ilıq su için. İçirik Murad bəy, içirik bəli. O həm metabolizmanı gücləndirir. Biz tərlədikcə xəstələnəndə deyirlər, tərlə. Bədən o qorxduğu, incidiyi nüansları atır o anda. Bədən yaddaşında qalan o negativ enerjiləri çıxardır. Su ilə gedir. Ona görə deyirlər çoxlu su içmək lazım. Çünki bədənimizin böyük faydası su. 70% hissəsi belə. Ay sağ ol.